Bismillahirrahmanirrahim. Elhamdülillah Rabbil alemin. Əziz izləyicilər, sizləri ilahi xitablar verilişindən xoş gördük. Hər birinizi salamlayıram. Gününüz xeyirli olsun inşallah. Bugünkü mövzumuz Nisa surəsinin 19-cu ayəsi barəsində olacaq. İlk olaraq ayənin tilavətini dinləyək. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. يا أيها الذين آمنوا لا يحل لكم أن ترثوا النساء كرها ولا تعضلوهن لتذهبوا ببعض ما آتيتموهن إلا أن يأتين بفاحشة مبينة وعاشروهن بالمعروف فإن كرهتموهن فعسى أن تكرهوا شيئا ويجعل الله فيه خيرا كثيرا. Nisa surəsinin 19-cu ayəsinin mövzusuna keçməmişdən öncə qısa olaraq siz əzizlərə Nisa surəsi barəsində məlumat vermək istərdim. Bildiyiniz kimi Nisa surəsi, yəni qadınlar surəsi, qadınlar barəsində olan surə. Ümumən surələrin adlandırılma səbəbi əsasən bu ayədə yer alan ana mövzulara görədir. Yəni hansı mövzuda bir mövzu özünü qabarıq şəkildə bildirərsə, göstərərsə, adətən həmin surə o adla çağırılır. Nisa surəsi də qadınlar barəsindən danışıldığı üçün qadınların hüququ, ailə məsələləri və sair məsələlər burada nisbətən geniş formada müzakirə edildiyi üçün surənin adı Nisa adlanmış, yəni qadınlar surəsi adlanmışdır. Ümumi olaraq bu surədə Allah Teala iman əhlinə xitablar etmiş və bu xitabların sayı bu surədə 9-a çatmışdır. Xitabların ümumi məzmunu yetimlərin himayəsi, vərəsəlik, evlilik, ailə və sair mövzulardır. Bugünkü məsələdə, yəni 19-cu ayədə Allah Teala ümumi olaraq bir dəfə kişilərə xitab edir, bir dəfə həyat yoldaşa, yəni ərlərə xitab edir. Buna görə biz ayəni təhlil edərkən, tərcümə edərkən, təfsir edərkən bu məsələyə riayət etmək lazımdır. Baxmayaraq ki, yəni bir ayədir, bir ayənin içərisində də müxtəlif mövzular var. Bəzən bu mövzular biri-biri ilə əlaqəlidir, bəzən isə tam olaraq başqa mövzular ehtiva edir. Hər bir halda Allah Teala ilk olaraq kişilərə vurğulayır, kişilərə xitaben deyir. Baxmayaraq iman əhlidir, amma bütün kişilər nəzərdə tutulur. Ayə bundan ibarətdir ki, يا أيها الذين آمنوا لا يحل لكم أن ترثوا النساء كرها. Ey iman gətirənlər,
qadınlardan zorla irs almaq sizə halal, icazəli deyildir. Bu ayəni biz iki formada təfsir edə bilərik, iki formada başa düşə bilərik. Birinci başa düşmək bundan ibarətdir ki, biz hədislərə, müxtəlif bu ayənin şə'n nuzulu ehtiva edən təfsir kitablarına baxanda görürük ki, İslamdan öncə cahiliyyət dönəmində belə bir qayda vardı ki, əgər bir qadının əri rəhmətə gedərdisə, ölərdisə, o qadının özünü də irs olaraq pay aparırdılar. Yəni, qadının özünü irs olaraq pay aparırdılar. Necə ki, həmən kişinin malı, mülkü, silahı vərəsələr arasında bölünürdü. Onun xanımı da vərəsələr arasında bölünürdü. Yəni, vərəsə, irs hesab olunurdu. Bəziləri ayəni bu formada təhlil ediblər. Amma diqqətlə baxdıqda, qadının irs olaraq bölünməsindən söhbət getmir. Bəlkə də qadına mənsub olan maldan söhbət gedir. Yəni, ey kişilər, ey iman gətirənlər, qadınların ərlərindən onlara çatan irsi mənimsəmək sizə icazəli deyildir. Yəni, nəinki qadının özü, bəlkə qadının irsidir. Hər bir halda bu ayənin ikinci təhlili digər ayələrlə daha uyğun özünü göstərir. Burada Allah Teala ümumi olaraq bütün kişilərə vurğulayır. Yəni, siz əri ölmüş qadının malını ondan zorla almayın. Onun özünündür, özünə məxsusdur. Ayənin ikinci hissəsində Allah Teala xitabı dəyişərək ər arvada xitab edir. Yəni, ümumi kişilərə deyil, ərlərə xitab edir. O da bundan ibarətdir ki, وَلَا تَعْزُلُهُنَّ لِتَذْحَبُوا بِبَعْزِ مَا أَتَيْتُمُوهُنَّ Və onlara verdiyiniz şeyin bir hissəsini əllərindən almaq üçün onlara təzyiq göstərməyin. Bu ayəni də bu formada başa düşmək olar ki, bəzən biz müxtəlif təfsir kitablarına baxsaq, görürük ki, İslamın ilkin çağlarında, məxsusən cahiliyyət dönəmində bir kişi öz arvadından xilas olmaq istəyərkən, ona müxtəlif təzyiqlər göstərilmiş ki, özü öz istəyi ilə boşansın, ayrılsın və ona heç bir mehriyə, heç bir irs çatmasın. Ayə bunu qadağan edir ki, qadınlara bu formada təzyiq göstərməyin ki, sizdən uzaqlaşsınlar. Allah Teala sonra bir istisna edir. Bəli, əgər bu qadında problem olarsa, mənfi xüsusiyyətlər olarsa, bəli, ondan ayrıla bilərsiniz. Ona heç bir formada irs çatmır. Ayənin üçüncü hissəsində Allah Teala yenidən bütün kişi cinslərinə xitab edir. Və vurğulayır ki, və aşiruhunna bil ma'ruf, qadınlarla gözəl formada rəftar edin. Bu xitab nəinki iman əhlinə, nəinki müsəlmanlara, bütün bəşəriyyətədir, bütün kişi cinsinədir ki, qadın cinsi ilə rəftar edərkən olduqca yaxşı, mülayim, ədəbli rəftar et. Bu ümumi göstərişdir. Lakin burada möminlərə, müsəlmanlara xüsusi olaraq vurğulanır ki, qadınlarla rəftarda ən gözəl formada davranın. Bu, İslamın bütün kişilərə, kişi cinsinə göstərişidir və eyni zamanda qadına verdiyi bir dəyərdir. Baxın, əzizlər, İslam o zaman qadınlara dəyər verir, bu kimi məsələləri ifadə edir ki, qadınlar əleyhinə olduqca istər siyasi, mədəni, iqtisadi təbliğlər gedir. Yəni, qadın cəmiyyətdə heç bir rolu yoxdur. Əgər varsa, çox istisna, nadir hallarda qadına dəyər verilir. İslam belə bir dönəmdə gəlir qadın hüquqlarından, özdə qadının mədəni hüquqlarından müdafiə edir, onu işıqlandırır. Deyə bilərsiniz ki, bu gündə müxtəlif cəmiyyətlərdə qadınlar dərnəyi var və s. var. Baxın, bu günlərin təbii olaraq hər hansı bir qadının və yaxud başqa bir şeyin hüququndan danışmaq çox rahatdır. Çünki beynəlxalq aləmdə müxtəlif insanların, heyvanların hüququnu dəstəkləyən qurumlar var. Amma elə bir zamanda bizim dinimiz, məxsusən Həzrəti Məhəmməd Peyğəmbər, Allahın ona və ailəsinə salavatı olsun, elə bir zamanda qadın dəyərlərindən danışırlar ki, qadına qarşı mənfi təbliğlər gedib. Belə bir zamanda bizim dinimiz
qadına dəyər verib. Hər bir halda bütün kişilərə Allahın göstərişi budur ki, qadınlarla gözəl formada davranın. Həzrət Peyğəmbər buyurur ki, bu məsələ ki, ümumi kişilərə Allah Teala buyurur ki, qadınlarla gözəl davranın, təbii olaraq həyat yoldaşları da öz xanımları ilə ən gözəl formada davranmalıdır. Allah Peyğəmbəri buyurur ki, ailə quran hər bir kəs həyat yoldaşını əzizləməlidir. Və yaxud başqa bir hədisdə Allah Peyğəmbəri buyurur ki, himayəsi altında olanların hüquqlarını pozan şəxs məlundur, məlun. Yəni Allah burada bütün kişilərə xitab edir ki, qadınlarla gözəl rəftar edin. Təbii olaraq ərə, kişiyə xitab edərək Allah Peyğəmbəri buyurur ki, sən daha çox öz həyat yoldaşı ilə mehriban davranmalısan. Ayənin 4-cü hissəsi yenidən Allah Teala ümumi kişilərə xitab edərək buyurur ki, فَاِنْ كَرَحْتُمُهُنَّ فَعَسَى أَنْ تَكْرَهُ شَيْئًا وَيَجْعَلَ اللّٰهُ ف۪يهِ خَيْرًا كَسِيرًا. Əgər onlardan xoşunuz gəlmirsə, yəni qadın cinsindən xoşunuz gəlmirsə, ola bilsin, bu sizin istəyinizdir. Amma Allah yanında sizin xoşlamadığınız bir çox şeylər var ki, Allah onun varlığında daha çox xeyir qoymuşdur. Mən istərdim ki, ayənin bu hissəsini dövrümüzün müasir filosofu olan Ayətullah Cəvad Amilinin dilindən təfsir edim. Ayətullah Cəvad Amil buyurur ki, bu ayənin təfsirində deyir, məsələ yalnız qadının gözəlliyi, qadına sahib olmaq və s. məsələ deyil. Cahiliyyə dönəmində qadının cinsini xoşlamırdılar. Yəni, qadın cinsinə ikrah vardı. Onu bastırırdılar, onu istəmirdilər yayılsın. Allah Teala bu məqamda onlara xitab edərək buyurur, belə düşüncəli şəxslərə buyurur ki, ola bilsin sizin qadınlara baxışınız budur, onlara ikrahla baxırsınız. Amma Allah yanında onların məqamı o qədər böyüdür ki, sizin xəbəriniz olmadan belə onlarda daha böyük kovsər var, xeyir var. O xeyrin nümunələrindən biri ən pak, ən insanın ehtiyacı olan nəsil onlardan yaranır. Yəni, ana anlayışı qadınların cəmiyyətə təqdim etdiyi bir anlayışdır. İnsanın, bəşəriyyətin səadəti, tərbiyəsi bunların ətəyindən inkişaf edir, ətəyindən yaranır. Bu Allahın qadınlara olan baxışıdır. Yenə deyirəm, ola bilsin, yəni kişilərin baxışı hər hansı bir problem olsun, mənfilik olsun. Amma Allahın baxışında qadının varlığında olduqca böyük bir xeyir vardır. Ayətullah Cəvad Amili sözünün davamında buyurur ki, bu ayənin ən gözəl nümunəsi Həzrəti xanım Fatimi Zəhradır. Allah Teala onun barəsində buyurmuşdur ki, ya Peyğəmbər, biz sənə Kövsəri əta etdik, yəni daha çox xeyri əta etdik. Bu da qadınların məqamını göstərən bir məsələdir. Əssalamu aleykum və rəhmətullahi və bərəkətuhu.